Ana, mən sənə bir hədiyyə verəcəm. Bizim sponsorumuzdur. 20 ildən çoxdur fəaliyyət göstərir. Bu qadınların ən çox sevdiyi bilirsiniz də doymaq məhsullarıdır. Doymaq makaronlar da var, doymaq unları da var. Sağ olun. Bu doymaq nə qədər bişirsən bişir dadından doymaq olmuş. Və bütün Azərbaycan xanımlardan, anaların əllərinə yaraşan bir undur. Çox sağ olun. Çünki bizim analarımızın əlləri qızıldır. Doymaq unundan da şirniyyatlar, çörəklər, nə istəsən bişirsən. Bax, bu oğlum var, quzun da kəsir, mən də gəlirəm qəşəng yavaş-yavaş. O şirniyyatlardan, o çörəyin dadı ilə, o quzunun Elə dadına indi baxır. kəssin də, niyə? Ha, bunların ürəyinə quzu kəsərəm mən. Niyə sor ya? Niyə bir heyvanı kəsmirsən, cavab gəlir. Yox, Yox, bu dəfə mən doymaq unundan hədiyyə verim, hə? Gələn dəfə də sən bizə quzu hədiyyə verərsən. İnşallah. O quzunun qoyunmağını gör. O quzunun bu at. Qoyun bagaja. At bura. Getdik. Yolda gərək.